Salam değerli izleyiciler, salam dostlar, salam ailə canlılar. Bugün çox fərqli bir çəkiliş olacaq. Hər il Kaliforniyada mənim övladlarımın da məktəbində Dünya Günü qeyd olunur və bu Dünya Günündə biz də Azərbaycanlılar olaraq iştirak edirik. Bu dəfə isə, bu il isə hələ ki bizdə o günlər başlamayıb və şansdan istifadə edərək Xəyalı xanımın oğlunun məktəbində Cupertino School District, yəni Cupertino şəhərində yerləşən West Valley məktəbində Dünya Günündə Azərbaycanı təmsil edən Xəyalı xanıma dəstək məqsədi ilə gəlmişik, buradayıq və qızım, o cümlədən də Sevinç xanım da gələcək. Qızımla bir yerdə rəqs qrupundadılar. Sevinçlə Aylin bir yerdə iki rəqs edəcəklər. Aylin, sən də salamlaş və o rəqslərin haqqında biraz məlumat ver. Hansı rəqslər olacaq? Salam, mənim adım Aylindir. Mənlə Şəba bir yaylıq rəqs edəcəyik, bir də Ağçiçək rəqs edəcəyik. Ağçiçəyim rəqsini öncələr də rəqs eləmişdiniz, amma yaylıq rəqsi yeni rəqsimizdir. Performanslarını, onların çıxışlarını izləyə biləcəksiniz. Ümumiyyətlə, Aylin, bizim məktəbdə də keçiriləndə sizdə hansı təəssüratlar olurdu? Sonra uşaqlar sənə sual verirdilər ki, ay nə qəşəng paxlava vardı, xora məsələn, və yaxud da ki, nə qəşəng təmsil elədiniz. Uşaqlar soruşur səndən? Çox yox, amma bəzən soruşurlardı ki, niyə rəqs eləmədiniz? Niyə rəqs eləmədiniz? Onda belə deyək, inşallah bu il bizdə də olanda Dünya Günü mütləq rəqsdən biz də çıxış eləyək, hə? Eləyək? Maybe. Eləyək. Görüşərik, keçək içəri. Hələlik. Deməli dostlar, gördüyünüz kimi artıq giriş qapısından keçirik və ilk bizi qarşılayan ölkə haradır? Tayvan. Biz yavaş-yavaş elə gəzə-gəzə gedək, həm də sizə göstərək buraları. Görürsünüz, hər bir ölkə şagirdlərə uyğun olaraq özləri və belə stendlər yaradıblar, güşələr yaradıblar və bu Tayvan haqqında məlumatlar burada görə bilərsiniz. Sonra şəkillər, tarixi haqqında, maraqlı yerləri haqqında, eyni zamanda qida, yəni təklif olunur. Orada da mənə gəlir ki, şirin nəsə kökələr kimi bir şey hazırlanır uşaqlar üçün. Ondan sonra dadına Aylin baxar. Və gəlirik burada. Kimi görürük? Burada görürük gözəl, qəşəng, ən gözəl bayrağımız olan Azərbaycanı və Azərbaycanlılarımızı. Bu iki valideyn. Salam. Hoş geldiniz. Sağ olun, necəsiz? Nə yaxşı hazırlamışsınız hər şeyi, maşallah. Səid, salam. Məli dostlar, görürsünüz, baxın, bizim dadlı badam buramız, paxlavalar, qoğal, şəkər bura. Burada gördüğünüz kimi uşaqlara pasport verilir və pasportda bütün ölkələrə sanki viza almış kimi və belə stemplər olur. Bizim stempimiz var, Azərbaycan stempi və qoyulur və o stemplərə əsasən də uşaqlar yaxınlaşaraq masalara qidadan, yəni yeməklərdən götürə bilirlər. It's very yummy. Yeah, you will try and let us know. Burada gözəl ponçamızı düzəltdik, qəşəng. Samavar çayımızın simvolik olaraq da göstərilib. Kəlağayımız, görürsünüz necə gözəl. Kəlağaylarımız, sonra milli musiqi alətlərimiz göstərilib. Xalçalar, şik elzəklər şəklində. Burada çox gözəl bir yastıqlarımızı görürəm. İndi onları da birazdan yaxından çəkəcəm. Rəqqasəmizin ikincisi gəldi. Salam Seva, necəsən? Hazırsan rəqsə? Salam Leyla xanım, necəsiz? Xoş gəlmişsiniz. Siz də valideynimiz, əzizimiz. Həmişə uşaqların yanında oluruq. Biz təbii ki, uşaqların rəqsinə dəstək məqsədi ilə həmişə cəmiyyətimizə, o cümlədən də Azərbaycanımızın adını təmsil etmək üçün hazırıq.
This is the cake. What is the national food of Azerbaijan? You can see it right here. Wow. Animal of Azerbaijan. Yes, right. What is the national music of Azerbaijan? Right. Let's go to there. Wow, your outfits are beautiful. Thank you. And they have you can take anything you want. You can take. Yes, we have. Do you have a passport? Can I get your passport, please? Okay, can I have it? So please, passport and no, I will be here. You can choose wherever you want. What do you want? Okay, this is also okay. You can squeeze that and then Seva, necəsən? Yaxşıyam, sən necəsən? Yaxşı, necə istəyirsən özünü? Are you good? Yeah. Are you ready for the performance? Yeah. Okay. Bugün hansı rəqs oynayacaqsınız? Yaylı, açıq çək. Yaylı və çiçək rəqsi oynayacaqsınız. Hazırlaşmısınız da əvvəlcədən, hə? Hə. Belə tədbirlər sizin məktəbdə də keçirilir. Hə. Keçirilir. Bu il təmsil edəcəksən inşallah Azərbaycanı. Vallahi. Uğurlar arzu edirəm. Bax gör nə gözəl havalar da görsən hazırlayıblar. Hər şeyi, bizim şirniyyatlarımızı, yeməklərimizi, sonra rəqs göstərərsən, yaxşı məktəbdə də Azərbaycanı gözəl təmsil edirsən. Azərbaycanda olmusan? Have you ever been in Azerbaijan? Well, yeah, but only when I was 2, but I don't remember. Balaca olanda olmusan. Yadında qalıb Azərbaycan haqqında nəsə? Qalmadı. Amma nasıl apararsınız bu il yaxşı Azərbaycana? İnşallah. Ali, sən necəsən? Yaxşıyam. Neçə ildir sevinçlə bir yerdə rəqs edirsiniz? 2 il. 2 ildir rəqs edirsiniz. Müəlliməniz kimdir? Roza xanım. Çox Roza istəyirsiniz xanım. Roza Hə. Peki inşallah buradan sizə uğurlar arzu edirəm. Arzu edirəm ki, rəqsiniz çox yüksək səviyyədə olsun Thank you. inşallah və hamının alqışını qazanasınız. Çox sağ olun müsahibə Thank üçün. you. Thank you. Sağ olun. İzləyicilərimiz oraya gidiyor. Növbəti ölkə Yaponiyadır. Burada görürsünüz, Yaponiya təmsil olunur. Öz güşəsindən. Və öz şirniyyatları ilə yenə də şirniyyatları, sushi görəcəksiniz burada. Sushi var, ənənəvi olaraq. I'm fasting. Bunlar ölkə ümumiyyətlə bir oyun güşəsi də hazırlayır. Burada sumo iki oyuncu indi hal-hazırda sanki güləşəcək, tərpədirlər və kim qalib olursa, kimin bu sumo oyuncusu düşürsə, o da qalib olur. İtaliyada, İtaliyanın məşhur pomidorları, təbii ki, makaronu, burada nə ola bilər, spagettisi və pizzaları simvolik olaraq qeyd olunur. Yenə gördüyünüz kimi stemplər qoyulur və stemp üzrə uşaqlar yenə də şirniyyat və yaxud da ki, yemək əldə eləmiş olurlar. Sonra növbəti ölkə Niderlanddır. Niderland da təmsil olunur burada. Təbii ki, güllərindən, kreplərlə, pankeklərlə daha doğrusu, pankekləri qoyublar və öz bayraqları ilə. Yeah. It has a special name. No. This one. Yeah. Klompen. Huh? Klompen. Trumpen. Claude, Okay, nice. Thank you. Zambaqlar bilirsiniz Niderlandda
Məşhurdur. Kolumbiya kiçik bir güşə ilə burada təmsil olunur yenə də. Təbii ki, burada necə tanıyırlar Kolumbiyanı. Encanto, hamı məşhur deməli cizgi filmi. Növbəti ölkə təbii ki, China. China da öz bayraqları ilə burada görsənir. Təbii ki, hərfləri xüsusidir, bilirsiniz və onu da birinci sənət olaraq da təmsil etmiş olurlar. Burada hətta necə çəkmək lazımdır o hərfləri, ona da bildirilmir. Keçirik Kaliforniyada ən çox məskunlaşan yenə də ölkələrdən nümayəndələrə Hindistan. Hindistan da burada öz güşəsi ilə təmsil olunur. Burada görürsünüz Hindistan şirniyyatları kiçik kukilər şəklində qeyd olunub. Sonra Çakali adında nəsə bir şirniyyatları var burada və məşhur samosa. Samosa mən düşünürəm ki, məşhurdur və hər biriniz bundan artıq tanışsınız. Today our kids will be performance to our national Azerbaijan dance. First one will be the Yaylık and the second one will be Akçiçeğim. Let's go. West Valley, we're going to clear out the area right in front of Azerbaijan, and they have another dance for us. So let's clear this area. Come over here by Azerbaijan so you can see.
dostlar, növbəti ölkə İsrail. İsraildə böyük bir şeylə təmsil olunurlar burada. Gördüyünüz kimi əsasən qidaya üstünlük veriblər. Qida və İsraildən sonra gələn ölkə təbii ki Amerika Birləşmiş Ştatları, United States. Sadəcə məşhur bilirsiniz Apple payları ilə, alma piroqları ilə təmsil olunublar burada və şokoladlı çipslər, hansı ki burada çoxdur və məşhurdur. Amerika belə kiçik bir güşə ilə təmsil olunub. Təbii ki Monqoliya ölkəsini təmsilçiləri. Bu onu göstərir ki, izləyicilərimiz, deməli, bütün bu ölkələrdən olan təbii ki uşaqlar, ailələr burada uşaqları təhsil alırlar ki, bunlar da öz ölkələrini və belə təmsil etmiş olurlar. Çünki əgər övlad müəyyən bir ölkədən təhsil almırsa, o ölkə təmsil olunmur. Sadəcə, əgər o uşaq burada oxuyursa, onda deməli, ölkələr təmsil olmuş olurlar. Monqoliya yurtları ilə məşhur, təbii ki, Monqol xalqlarının yurtları, burada musiqi aləti Morin Xur adlanır və milli geyimləri burada qeyd olunur. Misir qeyd olunur burada. Belə də oyunlar keçirilir uşaqlarla. Təbii ki, və oyunların qalibləri kim ki qalib olur, gəlir və burada məşhur, bütün ölkələrdə artıq deyəsən məşhur olmuş, amma ən dadlısı bizdə olan yarpaq dolması ilə deməli təamından dadırlar. Burada görürsünüz firavunlardan, Misir piramidlərindən, əlifbalarından burada uşaqlara test olunur. Görürsünüz necə maraqlıdır Misir əlifbası və onun qarşılığı. Burada qeyd olunur və uşaq onu çalışır testini tapmağa ki, nə söz yazılır orada. Piramidlər təbii ki Etiyopiyada kiçik bir güşə ilə təmsil olunur. Gördüyünüz kimi Etiyopyanın yeməkləri burada var. Türkiyə Cumhuriyyəti burada təmsil olunur. Gözəl yenə bayraqlarıyla. They changed the name. It was Turkey before, now Turkey. That's on the U. Turkey. It's Turkye. And so that's now what everybody Turkey. is spelling it? Yeah. In Europe, everybody accepts it. Yeah. In here, it's coming slowly, but in Google and search engine, Burada xanım qeyd edir ki, yəni Türkiyə adı artıq Türkiyə deyil, məhz Türkiyə şəklində bütün tərəfindən tanınır və artıq Türkiyə olaraq yazılır. Və gəldik Pakistan, yəni qardaş ölkələrdən biri. Türkiyə ilə təbii ki Pakistan bir arada burada təmsil olmalıydı, çünki qardaş ölkələrdir, bir-birlərinə dəstək olurlar hər zaman. Burada əlifbaları, pul vahidləri qeyd olunur, göstərilir. Hi, hello from Azerbaijan. Burada vegetable biryani. bu aşlarıdır, aşlar. I am fasting. Okay. Yeah. Thank you. Meksika, qonşu olan ölkə, Kaliforniya ilə həmsərhəd olan məşhur Meksika. Burada polis şerifləri, yəni polis əməkdaşları mütləq şəkildə ki, həmişə belə tədbirlər olanda məktəbin həyətində qoruma işlərini yerinə yetirirlər. Təkcə indi qoruma işləri deyil, həm də uşaqların təhlükəsizliyi üçün deməli burada işlər aparırlar. Eyni zamanda uşaqlara görürsünüz necə səmimi şəkildə ünsiyyət qururlar, səmimi şəkildə uşaqlara başa salırlar ki, maşının içində nələr var, ümumiyyətlə polislər necə maşını idarə edirlər və s. necə açılır, bağlanır. Görün necə sadə şəkildə, yəni polis əməkdaşı uşaqların suallarını cavablandırır. Səbirlə, təmkinlə və necə deyirlər, sevərəkdən. Çox xoşuma gəldi bu. And then it will make their tire go flat.
and then they can't escape from us. Burada uşaqlar üçün informasiya verir ki, yəni bizim işimiz nədən ibarətdir, nələr olur, nömrələr falan necə qeyd olunur. Onlar haqqında görürsünüz, içəridə olan da kameralarını göstərir. Uşaqlara çox maraqlı təbii ki, buradakı orada nələr baş verir. So interesting for them. A lot of questions. Yes. But it's good. You have a patient. It's perfect. Thanks so much. Yeah. Oğlunuzdur. Daha bir Azərbaycanlı bu məktəbdə təhsil alan. Adın nədir? Adın nədir? Mətin. Lap yaxşı Mətin. Biz rəqs elədik. Bir də hamı dedi nə qəşəng rəqs elədik. Nə gözəl. Hər çaldılar çoxlu. Təşəkkür edirəm Aylin. Çox gözəl rəqs elədiniz Aylin xanım. Dəyərli dostlar, dəyərli izləyicilərimiz, ümid edirəm ki, bugünkü çəkiliş sizin üçün maraqlı oldu. Bir ölkəni təmsil eləmək bir vətəndaşlıq borcudur insan olaraq hər birimizin. Ölkəmizi gözəl şəkildə təmsil eləmək, fürsətlər çıxdıqca Azərbaycan haqqında məlumatlar vermək bizim üçün çox qürur vericidir. Nə xoşbəxt bizə ki, Amerikada, ölkədən kənarda yaşasaq da, ölkəmiz haqqında təmsil edə biləcəyimiz belə qurumlarımız var, cəmiyyətlərimiz var ki, onların vasitəsilə bu bütün görürsüz, yəni masanın üzərində Azərbaycan cəmiyyəti tərəfindən təqdim olunub. Xəyalə xanımı da bura dəvət edeyim və Xəyalə xanım bir-iki kəlmə ilə öz fikrini bildirsin. Salam Xəyalə. Bugün artıq sənin övladının ilk ilidir də, düzdür, birinci sinifdir və ilk addımlarını atırsan ölkəni təmsil eləmək adına. O artıq bu il mənim övladım bitirir ibtidai sinifi. Sən isə yeni başlayırsan, sənə uğurlar arzu edirəm və səbir arzu edirəm. Görürsən necə maraqlıdır. Çox qürurludur ki, biz Azərbaycanı bugün təmsil edirik burada. Çox istəyərək, həvəslə başladıq bu işə ki, biz də yəni burada məktəbdə ən azından bu çərçivədə özümüzü Azərbaycanı tanıdaq. Çox şükür, hər şey yaxşıdır, hər şey qaydasındadır. Təşəkkür edirik cəmiyyətimizə, Azərbaycan cəmiyyətinə. Nərgiz xalaya xüsusi təşəkkür edirəm, mənə çox kömək elədi. Çınarə xanıma, hamınıza, Dilarə, Leyla, uşaqlarımız çox gözəl rəqsləri ilə bizim bu festivalımızı çox gözəl bəzədilər, çox qürurlandırdılar bizə. Biz də sənə təşəkkür edirik. Nə zaman istəsəz, bütün Azərbaycanlara aiddir bu burada yaşayan. Valideynlər olaraq və həmyerləriniz olaraq dəstək olmağa hazırıq. İnşallah ki, bundan sonra görüşmək ümidi ilə. Hələlik sağ olun.